Davam edə bilərik. Buyur Loğman. Bir sualda mən A variantı yazmışam mən. Nə üçün? A-mız müsbətdir, köklərini də tapanda 3 - 1 eləyir ona görə. Yəni belə deyək də, deyir funksiyanın qrafiki aşağıdakılardan hansı ola bilər? Biz dedik ki, funksiyanın qrafikini təyin etmək üçün əvvəlcə həmin funksiyanın x və y oxunun kəsdiyi nöqtələri tapsaq, görə bilərik. X kvadratı minus 2x minus 3 funksiyası. Verilmiş bu hansı funksiyadır? Kvadratik funksiya. Bu funksiyanın qrafiki bizə nə verirdi? Parabola. Parabola əyrisi. Bu qollar yuxarı yönəlib. Nə üçün? Burada çünki x kvadratının əmsalı, yəni a-nın əmsalı 1-dir. 0-dan böyükdür. Bəs bu funksiya x oxun harada kəsir? X oxun harada kəsir necə biləcəyik biz? -b/2 ilə. Yox, diskriminantını tapırıq da köklərini. Kişi, Köklər funksiyanın qrafiki x oxun kəsirsə, mikrofonu bağlı. Naşiklə qulaqsa elə olmaz. Hər kəs mikrofonu qoyub qulaqsır deyə, ona görə səs echo verir. Deməli, bu parabola x oxun harada kəsir? Biz bilirik ki, ixtiyari funksiya x oxun kəsirsə, o zaman həmin yerdə y-in qiyməti nəyə bərabərdir? 0-a. Baxaq görək, y nə vaxt 0-a bərabərdir? Yəni, x oxun harada kəsir? Verilmiş kvadrat təmini həll etsək, Viyer teoreminə görə şifahi görə bilər ki, köklərinin biri -1-dir, digəri 3-dür. Demək, funksiya x oxun kəsir -1-də və 3-də. Bəs y oxun harada kəsir? Y oxun kəsdiyi yer funksiyanın sabit nöqtəsidir. Bunun da sabit nöqtəsi -3-dür. Doğru cavabda nə olacaq? A bəndi. İkinci sual. İkinci sualda bizə funksiyanı verib. Y bərabərdir. 1 bölünsün modulda x plus 1. Əli, bu suala sən kömək edəcəksən. İzah et. Funksiyanın təyin yuvasını tap. Elə profilindəki oyun karakterindən adından görsənir. Sənə bir sözümüz olacaq. Mikrofonu bağlı. Uşaq vaxtı açdığım hesabda ona görə elə. Düz edirsən. Mikrofonu bağlı. Bizim sənə söhbətimiz olacaq bundan sonra. Bax, Əli, funksiyanı verir. Y bərabərdir, 1 bölünsün modulda x plus 1. Funksiyanın təyin oblastını tap. Funksiyanın təyin oblastı ki, bizim x-ə verə biləcəyimiz qiymətlərdir. Biz bu şagirdlərlə danışmışdıq. Funksiyanın 2 məqamını axtara bilirdik biz. Təyin oblastının, df-in, bir də qiymətlər çoxluğun, yəni y-in. Bu funksiyanın təyin oblastı nədir? Yəni x-ə nə verə bilərik? Əgər bizə kəsir rasional funksiya verilibdirsə, o zaman nəyə diqqət etməliyik? Kəsrin məxrəci sıfıra çevrilməsin. Yəni, modulda x plus 1 sıfırdan fərqli olsun. Yəni, modulda x fərqli olsun -1-dən. Onsuz da nə edirsənsə modulda x mütləq -1-dən fərqli olacaq. Yəni, -1 ola bilməz. Yəni, kəsrin məxrəcinin 0 olması üçün ona görə modulda x ifadəsi -1 olsun ki, -1-dən birinci əmi 0 etsin. Bu da mümkün deyil. Demək ki, sən x-ə hansı qiymətlər verirsənsə ver, bütün hallara kəsrin mənası var. Təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər beyləndi. Üçüncü suala baxırıq. Üçüncü sual maraqlı sualdır. Funksiyanı verir. X kvadratı plus 2x minus 3. Deyir.
parabolanın təpə nöqtəsinin koordinatı, yəni koordinat başlanğıcından olan məsafəsini tap. Əvvəlcə tapaq, yəni parabol dediyimiz bu əyrinin təpə nöqtəsinin x-i və y-in qiymətidir. Buna biz x0 və y0 demişdik. x0-ımızın düsturü nə idi? Mənfi b bölünsün 2a. y0-ın düsturü var, amma b yerinə qoysa cavabı hazır. Olacaq mənfi 2, axı bilirik, x qartının əmsalı a-dır, x-in əmsalı b-dir, sərbəst həddimiz isə c-dir. Olacaq mənfi 2 bölünsün 2, yəni mənfi 1. İndi x0-ın yerinə mənfi 1 qoysaq, mənfi 1-in kvadratı 2 vurulsun mənfi 1 minus 3, mənfi 5 cavab olacaq mənfi 4. Demək ki, bu parabolanın təpə nöqtəsi laf belə vizual olaraq təsvir etmək istəsək, düşəcək, demək, x mənfi 1, y mənfi 4 nöqtəsinə. X mənfi 1, y olsun mənfi 4. Bax bu nöqtə, yəni ola bilsin ki, x oxun səhv çəkdik, ev yoxdur. Bax düşür bu nöqtəyə. Bizdən soruşur ki, bu təpə nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafəni tap. Diqqətlə baxsan görərsən ki, burada bir dənə düzbucaqlı üçbucaq alınır. Buradan bura məsafə 1-dir. Buradan bura məsafə isə 4-dür. Pifaqor teoremi olacaq neçə? Kök altında 16. Və yaxud da tapdıq ki, bu funksiyanın təpə nöqtəsinin x0 mənfi 1-dir, y0 mənfi 4-dür. Mənfi 1, mənfi 4 nöqtəsindən koordinat başlanğıcına, yəni 0-0-a qədər olan məsafəni tap. B-yə də baxa bilərsiniz. Mənfi 1, mənfi 4-dən 0-0-a qədər olan məsafəni. İndi bunu işləmişsiniz, hazırlıqlarda bilirsiniz. 2 nöqtəsindəki məsafə düsturuna görə olacaq x1 minus x2-nin kvadratı, yəni mənfi 1 minus 0-ın kvadratı, plus y1 minus y2-nin, mənfi 4 minus 0-ın kvadratı. 1-in kvadratı 1, 4-ün kvadratı 16, kök altda 17. Belə baxa bilərsiniz. Bu sual yazmayanlar vardı məncə, eləmi? Nuray, yazmış olardın sən bu sualı. Bəli, yazmışam. Maşallah. Sual 4-ə baxaraq. Hə, 4-ə. 4-cü sualda y bərabərdir x kvadratı minus 4x plus a parabolasının ən kiçik qiyməti 2-dir. Parabolanın ən kiçik qiyməti 2-dir. Əvvəl tapaq, parabola ən kiçik qiyməti nə vaxt alır? x0 bərabərdir mənfi b bölünsün 2a-da. Bunun b-si mənfi 4-dür. Əksi 4, 2 vurulsun 1. Neçədir? 2. Yəni, sən x-in yerinə 2 qoysan, bu ifadə ən kiçik qiyməti alır. Biz bunun haqqında keçən dərsdə xilaf danışmışdıq. Olacaq 2-nin kvadratı minus 4 vurulsun 2 plus a ən kiçik qiymət isə yenə də neçəyə bərabərdir? Elə 2-yə bərabərdir. 4 minus 8 plus a bərabərdir 2. A bərabərdir neçə? 6-ya. Yəni a-nın hansı qiymətində? 6 qiymətində bu ifadənin ən kiçik qiyməti neçədir? 2-dir. Oldu mu? Buyurun, sual. 5-ə baxaq mı? 5'e baxaq. Ayşə, sual 5-də deyir, y bərabərdir kök altında x minus 1 plus kök altında x qartı minus 4 bölünsün kök altında x. Funksiyasının təyin oblasının daxilinin ən kiçik tam ədədi göstərən. Funksiyanın təyin oblasti bilir ki, x-ə verə biləcəyimiz qiymətlərdir. İlk öncə birinci ifadədən başlayaq, yəni bu yuxarıdan. X minus 1 sıfırdan böyük və ya ona bərabər olmalıdır. X böyük bərabər olmalıdır 1-dən. 1-dən kiçik qiymət versən, bu ifadənin həqiqi mənası olmaz. Digər tərəfdən, x kvadrat minus 4 də sıfırdan böyük və ya bərabər olmalıdır. Oldu kvadratik bərabərçilik. Tapırıq sıfır çevirən qiymətlərin mənfi 2 və 2-dir. Hər ikisini ala bilər. O müsbət, mənfi, müsbət, bizə lazımdır müsbətlər. Digər tərəfdən, kök altı x də sıfırdan böyükdür. Bərabər ola bilməz artıq.
Yəni x böyükdür 0-dan. Biz bu 3 şərtin hər birini tamamlayan cavabı götürməliyik. Misalların birində, daha doğrusu şərtlərin birində ödəyir -2-dən sonsuzluğa qədər, bir də ödəyir 2-dən müsbət sonsuzluğa qədər daxildir. Birinci şərtdə ödəyirdi 1-dən daxildir. Müsbət sonsuzluğa qədər. Üçüncü şərtdə isə ödəyir 0-dan müsbət sonsuzluğa qədər. Hər birini ödəyən, hər birinə aid olan, hər üçün kəsişməsi olan isə buradan başlayır. Yuxarı aiddir, həm aşağı aiddir, həm də qırmızı aiddir. Görürsünüz? Olacaq 2-dən 2-yə daxildir. Müsbət sonsuzluğa qədər. Hansı qiyməti verirsənsə ver, bunun da həqiqi mənası var. Bunun da həqiqi mənası var. Bunun da həqiqi mənası var. Olacaq 2-dən müsbət sonsuzluğa qədər. Ən kiçik neçə verə bilərsən? 2. Oldu mu? Ayşə, aydın olmadı deyəsən. Oldu müəllim, başa düşdüm. 6-cı sual. 10-cu sualın çox zaman baxacaq burada. Fx bərabərdir kök altında 1 minus modulda x. Funksiyasının təyin oblastını tapın. Təyin, yəni elə qiymətlər verməlisən ki, bu ifadə 0-dan böyük və ona bərabər olmalıdır. Keçsə, olacaq modulda x kiçik bərabərdir 1. Nəyin modulu 1-dən kiçikdir? Bir dəfə olduğunu açacağıq. X kiçik bərabərdir 1. Bir dəfə əksinə. X böyük bərabərdir -1. Demək ki, -1-dən 1-ə qədər hansı qiymətləri versən, 1-dən kiçik bərabər olacaq. -1-dən 1-ə qədər. E bəndi. Məsələn, -0,5, 0,5, -3-də 1, 3-də 1 və s. Hayır, bir ödəyir. -1-dən 1-ə qədər bütün qiymətlər bunu ödəyir. Cavab olacaq E bəndi. Sual 7-yə baxaq. Hansı cüt funksiyadır? Cüt funksiya nə deməkdir? Onu bizə kim izah edə bilər? Əks qiymətlərdə eyni cavab alırsa cütdür. Belə. Funksiyanın təkliyini və ya cütlüyünü təyin etmək üçün bizdən bugün niyə bu qədər qalır ki, dərsdən? Funksiyanın təkliyini və ya cütlüyünü təyin etmək üçün demişdik ki, əks qiymətlərdə eyni cavab alacaqsa bu cüt funksiyadır, əks qiymətlərdə əks cavab alsa da tək funksiyadır. Hansı cüt funksiyadır? Ümumiyyətlə, burada baxın, y bərabərdir x kvadratı vurulsun sinus x. X kvadratı cüt funksiyadır. Məsələn, 2 versən 4 edər, -2 versən -4 edər. Yenə 4 edər. Eyni qiymət olur. Amma sinus x tək funksiyadır. Tək funksiya ilə cüt funksiyanın hasili yadda qalsın, bizə tək funksiya verir. Düşünün bunun müsbət və mənfinin hasili kimi. İkinci şərtə baxaq. X kvadratı plus sinus x. Yenə də bu x kvadratı cüt funksiyadır. Sinus x tək funksiyadır. Tək funksiya ilə cüt funksiyanın cəmi nə tək funksiyadır, nə də cüt funksiyadır. Y bərabərdir. X vurulsun tangens x vurulsun sinus x. Baxın, burada x tək funksiyadır. Tangens nə təkdir? Sinus da tək funksiyadır. Tək funksiya vuraq tək funksiya bizə verəcək cüt funksiya. Bir də vuraq tək olacaq tək funksiya. Burada baxacaq bizdən E bəndinə. E bəndində y bərabərdir x kvadratı plus tangens kvadratı x. X kvadratı cüt funksiyadır. Tangens kvadratı cüt funksiyadır. Cüt funksiyanın cəmi bəli bizə cüt funksiya verir. Oldu. 8.
Y bərabərdir x kvadratı minus mx plus n parabolasının təpə nöqtəsi 2, 4 olarsa. Yəni bunun x0 2-dir. Y0'ın qiyməti 4'dür. N'yi tapın. X0 tapmaq üçün biz nəyə dedik? Mənfi 1, yəni m bölünsün 2a. Bonus da a'mız 1'dir də bizim. Bərabər olub 2'yə. M tapdıq ki 4'dür. M'i 4 təyin etdiksə, onda funksiya x kvadratı minus 4x plus n şəklindədir. Və funksiyanın ən kiçik qiyməti də 4'dür. Yəni sən x'in yerinə 2 qoysan 4 alacaqsan. 4 bərabərdir. 2'nin kvadratı 4 minus 8 plus m. M bərabərdir neçədir? 8. Buyurun. 9. Cavabda nə almışsınız? Biz danışmışdıq məncə. Y bərabərdir modulda x funksiyası bizə bunu verir. Modul daxilində olan x minus 3 y oxu boyunca 3 vahid sağa sürünsün. Niyə? Burada x-ə 0 verəndə 0 eləyir. Burada x-ə 3 versən 0. Yəni x oxun harada kəsir? 3-də. Sən x-ə 3 versən x 0 edər. Amma y bərabərdir modulda x minus 3-dürsə, moduldan sonra olan ifadə onu y oxu boyunca aşağı yuxarı sürünsürür. Doğru cavab olacaq burada E bəndi. Namsız sual ona cavab. Əlbəttə qiymətlər oblasti. Bəli. Düzdür. Y bərabərdir kosinus x-in qiymətlər oblasti mənfi 1-dən 1-ə qədərdir. Amma y bərabərdir kosinus kvadrat x-in ən böyük 1-dir, ən kiçik 0-dır. Düzdür. 11-ci sual. 11-ci sualı cavab versin burada Loğman. Sən cavab verir. 11-ci sualda nə etmişsən? Mən burada qiymətlər oblasını tapın deyir. Mən burada birinci ən kiçik qiymətini tapmışam, sonra yerinə qoymuşam. Bu kökləri yoxdur. Yoxdur ən böyük qiyməti. Müsbət sonsuzdur. Amma ən kiçiyi var. Bəli. O da bir dənə mikrofon bağlayacağım. Səsinə qarşı fobiyası olan insan kimi. Mənfi b bölünsün 2a. Beləmi? Olacaq 4 bölünsün 2 vurulsun 1. Yəni 2. Demək bu ifadənin ən böyük qiyməti yoxdur. Biz bu haqqında danışmışdıq. Nə qədər böyük qiymət versən, o qədər böyük olacaq. Amma ən kiçik qiyməti var. Bəs ən kiçik qiymət neçədir? Əvvəl nəyə tapmalıyıq? Ən kiçik qiyməti nə zaman alır? x0-ını tapdıq 2 olanda. Yerinə 2-ni qoysaq 4 minus 8 plus 6. Kök altı 2-dir, eləmi deyəsən? Olacaq kök altı 2-dən müsbət sonsuzluğa qədər. Belə 12-ci sual. Buyurun. Sual 12. Cavabda nə almışıq burada? Həmişə artandır. Artan funksiyanı nədir bizim üçün? Buyurun Nuray. X-i artanda y-i də artırsa şeydir. Və ya azalırsa artan funksiyadır. Amma bax, yazıb həmişə artan. Biri var deyə x-in müsbət qiymətlərində, biri var deyə mənfi qiymətlərində, biri deyir həmişə. Həmişə olur ki, həm müsbətlərdə artır, həm mənfilərdə. Cavab nə almışsan sən burada? Görün mənə. A almışam. A bəndi bu sualdan topuda da var. Y bərabərdir x kvadratı plus 3. Mən sənə demirəm, haqlısan. Bu funksiya artan funksiyadır. Amma bilirsən nə zaman? Müsbət qiymətlərdə. Bax 1 qoyursan 4 olur, 2 qoyursan 7 olur, 3 qoyursan 12 olur və s. Artırdıqca artırır. Düzdürmü?
artan funksiyadır. X-in müsbət qiymətlərində. Bəs gəl X-ə mənfi 1 qoysaq, yenə olacaq 4. Mənfi 2 qoysan, yenə 7. Mənfi 3 qoysan, yenə 12. Bəs nə oldu? Axı mənfi qiymətləri azaltdıqca bu yenə də artdı. Bizim əksimizə getdi axı. Deyək, bu funksiya müsbət qiymətlərdə artandı, mənfi qiymətlərdə azalandı. Həmişə artan deyil. Bildinmi həmişə artan sözü niyə artıbdı bura? Hə, Nuray? Bəli. Aha. Yəni, həmişə o deməkdir ki, X-in bütün qiymətlərində, burada X-in bütün qiymətlərində artan funksiya bilirsən hansıdır? 2 X plus 2. Sən artdıqca artacaq, azaltdıqca azalacaq. Sənlə bərabər gedib, bərabər gələcək. Həmişə sənin yanındadır. Bax, bu artan funksiyadır. Müsbət funksiyadır sənin üçün. Cavab olacaq B bəndi. Bildin mi bu sualda? Bəli. İnşallah ki, bütün qaranlıq məqamları imtahanın əvvəl bilərik. 13 Y bərabərdir. 2 bölünsün X plus 1. Bir funksiyanın qrafiki hansıdır? Hansıdır sizcə? D variantı. Nə üçün? X mənfi 1 ola bilməz də. Ona görə mənfi 1-ə, yəni mənfi 1-i kəsmir də, mənfi 1-in yanından keçir. O məntiqlə. Bəli. Bu funksiyanın kəsilmə nöqtəsi var. Bax, bu qırıq-qırıq xəttləri görürsən. Bu həmin xətt, həmin funksiyanın qırılma nöqtəsidir. O biz deyək, filan yerə təyin olunmuyor. Bax, həmin funksiya gəlir, orada kəsilir, orada qırılır. Ona deyilik qırılma nöqtəsi. Bax, D bəndəki ifadəni görürsən, çox sağ ol. Sən burada X-ə mənfi 1 verə bilməzsən. Mənfi 1-dən fərqlidir. Ona kəsin mənası olmaz axı. Bu funksiya mənfi 1-də təyin olmuyor. Funksiya mənfi 1-də kəsilib. Cavab olacaq D bəndi. Mənfi 1-dən bu tərəfə də təyin olunub. Mənfi 1-dən sağa da təyin olunub. Mənfi 1-in özündə kəsilir. Cavab olacaq D bəndi. Çox sağ ol. Sual 14. Nə almışsınız cavabda? Yenə qiymətlər çoxluğu. Burada biz danışmışdıq bu sualdan sizdən, oxşar suallardan. Mənfi x kvadratı minus 4x plus 2-də, düzdürmü? Burada x kvadratın əmsalı mənfidir deyərsə, bunun qiymətləri sonsuza qədər neyinir? Azalır. Bunun ən kiçik qiyməti yoxdur. Onda ən kiçik qiyməti neçə götürək? 0 qəbul edəkmi? Bəli. Onda bunun nə qiyməti var? Ən böyük. Ən böyük. Yəni, parabolanın qolları burada aşağı yönəlir. Niyə? X kvadratın əmsalı mənfidir. Onda bu sonsuza qədər kiçilir. Sonsuza qədər kiçilsə, bu ifadənin ən kiçik qiyməti yoxdur. Ən kiçik qiyməti 0-dır. Amma burada ən böyük var. Ən böyüyünü tapacağıq. Mənfi B bölünsün 2A. Nə vaxt alır? 4 bölünsün mənfi 2 olacaq mənfi 2. Yerinə mənfi 2-ni qoysaq olacaq mənfi 4 minus 8 plus 2. Düzmü yazdıq? Müəllim, şərtdə səhv yazmışsınız. Orada x kvadratı ilə 2-nin yerində eşit yazmışsınız. Olsun. Topana yerləşin, cəm dəyişməsin. Mən orada axı birinci 3 ayda x kvadratı mənfi x kvadratını qarşı eləmişəm. Mənfi 4x plus 2. Yazmışam, deyil. Oldu mu? İndi bir də baxaq. Mənfi B bölünsün 2A. 4 bölünsün mənfi 2. Olub mənfi 2. Mənfi 2-nin yerinə qoyanda burada plus 8 edir. Olacaq kök altından neçə? 6. Demək, ən böyük qiymət neçədir? Kök altında 6. 0-dan kök altında 6-ya qədər. Aydındır, Əli? Bəli, müəllim. Mən sənə bu dərsin linki atacağım, oturub baxarsan, yaxşı mı? Mikrofonu bağlayarsan. 15-ci sual. Cavabda nə almışsınız? A. Mənfi 3-dən müsbət sonsuzluğa qədər. Ən kiçik neçədir elə? Mənfi 3. 16-cı sual.
Qiymətlər oblasıdır. Y bərabərdir kök altına x plus 8. Biz demişdik ki, kök altı ifadənin ən kiçik qiyməti neçədir? 0. Ala bilirsə. Ala bilirmi? Bəli, ala bilir. Olacaq 0-dan hara qədər? Müsbət sonsuzluğa qədər. Oldu? Dəqiqə. Azalmasın. Aha. 7-ci sual. Tərs funksiyasını tapın. Ümumiyyətlə, funksiyanın tərsi haqqında mənə məlumat versin Duyğu. Buyur. Tersinde ikisinden y'nin yerini değiştir. Funksiyanın tərsini təyin etmək üçün funksiyada absislə ordinatın yeri dəyişilir. Yəni, arqumentlə funksiya yerini dəyişir. Ona görə funksiyanın tərsi deyirlər. Məsəl üçün, bax, hal-hazırda verilmiş funksiyada Duyğu. Biz x-ə 3 veririk. X-ə 3 versə, y neçə olacaq? 3 dəfə 4-ün 12 plus 1. 13. Bu absisin qiymətidir, bu ordinatın qiymətidir. Arqumentin və funksiyanın qiymətləridir. İndi funksiyanın deyir tərsini tap. Funksiyanın tərsini tapmaq üçün x harada y var? X ilə əvəz edəcək. Harada x var? Y əvəz edəcək. Bir də qayıdırıq. Funksiyanın tərsini tapmaq üçün harada y var? X ilə, x var, y ilə əvəz edəcək. 4. Yenidən qayıdıb təyin edirik y-ə. 4y bərabərdir, 1 keçər sola, x minus 1, y də bərabərdir, x minus 1 bölünsün 4. Bax, bu aldığımız ifadə, yuxarıdakı ifadə nə idi? Tərsidir. Və niyə tərsidir? Bu dəfəgə aldığımız funksiyada x-ə 13 verək. X-ə 13 versək əgər, 13 minus 1, 12 bölsək 4-ə, onun eğit neçə olacaq? 3. Görürsənmi? Bunlar yerinizə dəyişdilər. Ona görə bax, bu ifadəyə, bu halda tapılmasına funksiyanın tərsinin tapılması deyilir. Funksiyanın tərsi deyilir. Bildikmi? Arqumentlə funksiya yerini dəyişir. Davam edirik. 18-ci sual. Cavabda nə almışsınız? A. Sağ olun. Sual 19. D. Bəli. D-dir. Nə üçün? Elə baxanda olsa ki, funksiya 10-sa görsənər, amma yenə də baxa, x vurulsun modulda x. Bax, bu tək funksiyadır. 2 qoysaq 4 edər, mənfi 2 qoysaq mənfi 4 edər. Əks qiymətlərdə əks cavablar alırıq. Yaxşı mı? Sual 20. D. Test 2. İkinci testin birinci sualın. Cavab nə almışsınız? B. Nə almışsınız? Mən B almışam. Gəlin suala baxaq. Bizdən adətən soruşurduğu qiymətlər çox olur. Bu da soruşur təyin oblasıdır. X kvadratı minus 2x minus 3. Funksiyanın deyir, təyin oblasını tap. Funksiya təyin oluna bilməsi üçün kökaltı ifadə, yəni irrasional funksiyanı söhbət gedirsə, 0-dan böyük və ya ona bərabər olmalıdır. Bu ifadə böyük və ya 0 şərtini ödəməlidir. Həll etsək, tapacağıq bu ifadəni 0-a çevirən qiymətlərə. İfadəni 0-a çevirən qiymətlərin biri mənfi 1 deyil, o birisi 3-dür. Cəmi 2 hasil mənfi 3. Ənə doxunda qiymətləri qeyd etsək, həqsi daxildir. 3-dən böyük qiymətlərdə Ayşə səsin gəlsin hərdən bir. Olacaq müsbət
Mənfi 1, 0 aralığında mənfi olacaq, yenə müsbət. Bizə müsbət qiymətlər lazımdır. Mənfi sonsuzluqdan mənfi 1-ə qədər birləşir 3-dən müsbət sonsuzluğa qədər. Mənim üzrü sayın, mən bayaq 2-nin cavabını oxumuşam Karxov. 2 də bu idi. Bildi-bilmə deyirsən. Sən baxana mən 2-yə baxdım. İkinci sualda nə edəcəyik biz? Deyir, modul kök altında 3-x funksiyasının qiymətlər oblasıdır. Yəni, Lowman irrasional funksiyanın ala biləcəyi ən kiçik qiymət 0-dır. Əgər ala bilirsə, ala bilirmi? Bəli, ala bilir. Ən kiçik qiyməti 0-dır. Bəs ən böyüyü müsbət sonsuzluğa qədərdir. Buradakı sualın cavabı nədir? B variantı. B bənd. Geçdik sual 3-ə. Xətti funksiya. Xətti funksiya y bərabərdir kx plus b şəklində olan funksiyadır. Funksiyada demək k-nın qiyməti mənfidir. B-nin qiyməti də mənfidir. Biz sizlə ümumiyyətlə xətti funksiyanın anlayışına baxdıq. Baxdıq da məncə eləmə. Baxmışıq. Bəli. Xətti funksiyada k mənfidirsə, o zaman düz xətt x oxunun müsbət istiqamətə iti bucağına gətirir. B nöqtəsi isə C-ni kəsdiyi, ilk oxun kəsdiyi nöqtədir. Onda bu funksiyanın qrafiki bu şəkildə olacaq. K mənfidir, hə? O zaman bu şəkildə olacaq. Y bərabərdir kx plus b. K mənfidir. X oxunun müsbət istiqaməti əmələ gələn bucaq kör bucaqdır. B mənfidir. Y oxunun kəsir aşağı nöqtədə. Bu qrafiklərdə var. E bəndi. Sual 16. Məncə biz sizlə işarələrin təyin olunma məsələsinə baxdıq. Bəli. Bir də necə qoşulmaq istəyir? Necə qoşulmaq? Ayşə, salam. Salam müəllim. B deyir ki, şeytanın nəfər. Səndən çıxmazcı. Necə qoşuldun dərsən? İnternetimiz var da mənim də gəlmişəm. Şükür. Gəl, çıxsan simulasiya mərkəzinə. Şəkidən vuruq bura gəlmək, vuran havası daha yaxşı idi. Bax, nədir məsələ? Barın dərslərə qulaq asırdın mı, baxırdın mı? Tapşıqlara baxırdın mı? Bəli, mənim kartlara girirdim. Məsələn, bugün atdığım tapşırığa baxmısan mı? Yox müəllim, hələ ki. İndi baxacağım hamısını, rahatlaşırdım. Çox xahiş, mütləq şəkildə hamısına baxacağım, çünki hamısı önəmli suallardır, yaxşı suallardır, sağ ol. Sual 16-dayıq. Bax, bizə kvadratik funksiyanı verir. Funksiyanın bizdən istəyir qrafikinin təyini. Və funksiyanın qrafikinin təsvirini verirdir. Bu da funksiyanın qrafikinin təsviridir. Biz funksiyanın qrafikini gördüyümüz halda kvadratik funksiyanın bütün hədlərinin, əms hallarının işarəsini təyin edə bilirik. İlk öncə deyəcəyik ki, burada x 0-dan böyükdür. X nə üçün 0-dan böyükdür? Çünki parabol olan qolları yuxarı yönəlir. İkinci, funksiya y oxunu kəsir müsbət istiqamətdə. Dedik ki, hər bir funksiya y oxunu harda kəsir? Sabit qiymətdə. Və bunun sayısı nədir? Müsbətdir. Bu da 0-dan böyükdür. Qaldı b-nin qiyməti. Biz b-ni təyin edirdik mənfi b bölünsün 2a-dan. Yəni, bu parabol olan x0-ı təpə nöqtəsinin koordinatı düşüb bura, sol tərəfə. Burada x-in qiyməti nədir? 0-dan kiçikdir. A müsbətdirsə, onda b də müsbət olmalıdır ki, müsbət qarşıdakı mənfi olsun mənfi, belə müsbət cavab 0-dan kiçik olsun.
Onunla belə çıxır ki, burada bütün işarələr hamısı sıfırdan böyükdür. İndi hansı doğrudur? Cavab C bəndi doğrudur. Oldu mu? 17-ci sualda rastlaşırıq. 17-ci sualda funksiyanı verib 1 minus x kvadratı, 1 plus x kvadratı, f 1 bölünsün x'i təyin edin. F 1 bölünsün x, yəni biz x'in yerinə 1 bölünsün x qoyacağıq. 1 minus 1 bölünsün x'in kvadratı, 1 plus 1 bölünsün x'in kvadratı. 1 minus 1 bölü x kvadratı, 1 plus 1 bölünsün x kvadratı. Ortaq məxrəc eləsə x kvadratında x kvadratı plus 1, x kvadratında x kvadratı minus 1. Kəsin bölünməsinə görə birinci tərəf olduğu kimi qalar, ikincinin tərsinə vuracaq. Doğru cavab burada olacaq nə? C bəndi. 18-ci sual. Cavabda nə almışsınız? E bəndi. Evet bəndi. Bəli, yəni məxrəci sıfıra çevirən qiymətdən başqa bütün hallarda ifadənin mənası var. Doğru cavab olacaq E bəndi. On doqquz. Funksiyanın bütün ədəd oxunda artandır. Baxın, artandır o deməkdir ki, biz funksiyaya nə qədər böyük qiymət versək, alacağımız cavab o qədər böyük olacaq. Bir də baxın. Funksiya bütün ədəd oxunda artandır. Əgər funksiya artan funksiyadırsa, yəni bu funksiya sən nə qədər böyük qiymət versən, o qədər böyük cavab alacaqsan. İndi verilənlərdən hansı ən böyükdür? Burada arqumentin ən böyük qiymətində ən böyük cavab alacaqsan. Verilənlərin içərisində arqumenti ən böyük olan hansıdır burada? D bəndi. D bəndi, bəli. Yəni funksiya, məsələn, y bərabər 3x funksiyadır. Bu artan funksiyadır. Sən əlbəttə ki, x-ə nə qədər böyük qiymət versən, o qədər böyük cavab alacaqsan. Təbii cavab olacaq D bəndi. 20-ci sual. Hansı tək funksiyanın qrafikidir? Tək funksiyanın qrafiki olduğunu Nuray nə ilə təyin edəcəyik biz? İzah edə bilərsən? Əgər koordinat başlanğıcından keçirsə, tək funksiyadır. Bəli. Evet. Yox, bir şey deyək. Onda A bəndə koordinat başlanğıcından keçir, D bəndə koordinat başlanğıcından keçir, yəni 0-da 0 alır. E də koordinat başlanğıcından keçir. Nə üçün A, D yox, E-ni götürdün? A bəndi əlbəttə koordinat başlanğıcından keçir, görmürsən? Koordinat başlanğıcında simmetrik olur. Ay yaşa. Düzdür. Tək funksiya bütün hallarda 0-da 0 alır. 0-ın 0-ından keçir. Tək funksiya nə olursa olsun 0-da 0 alacaq. Yəni koordinat başlanğıcından keçir. Amma bu ona dəlalət etmir ki, koordinat başlanğıcından keçən bütün funksiyalar tək funksiyadır. Onda elə A da tək funksiyalar, D də tək funksiyalar da. Yox, tək funksiya həmçinin koordinat başlanğıcına görə Nuray simmetrik olur. Baba görürsənmi? Bəs cüt funksiya nəyə görə simmetrikdir Nuray? O y oxuna görə. Ay yaşa. Doğru cavab olacaq E bənd. Ayşə, bizi dinləyirsənmi yoxsa Quliyeva, səni deyirəm. Sən mənim dinləyirəm. Yox, səni demirəm Ayşə. Ha, ikiniz də Quliyevasınız siz. Ayda. Demək, Ayşə, sənin soyadın Quliyevadır, eləmi? Mənimki Aha. Nağıyevadır. Ha, amma burada Nərmin Quliyevadır. Hə, tamam, sən Nağıyevasan, digəri onda Quliyevadır. Hə? Quliyeva, sən bizi eşidə bilirsənmi? Əla. Hə, Loman. Neçə zamandır fasilə verib Quliyeva, indi də
Deyəsən, fərqlər çıxdı. Nəzərə alaraq. Birinci suala baxaq. Üç f x minus 1 plus 1 funksiyası sıfırda sıfır olur. Bəs 3-dən nə alır? Baxın. Funksiya deyir ki, f0-da sıfırdır. Bəs f3 nəyə bərabərdir? Gəlin f3-ü tapmağa çalışaq. Çox qəşəng bir sual. Sual işləyən varmı? Nuray, işləmirsən sualı? Yox müəllim, eləməyə çalışdım, alınmadı. Loğman, sən? Xeyr müəllim, ala bilmədim. Qəşəng sual. Gəlin f3-ü təyin edək. f3 deyəşən x2 ilə 3-ü qoyacaq. Bizim f3 istəyibdir. Olacaq 3 f, x ilə 3 qoysaq 3 minus 1 neçədir? 2-dir, eləmi? 3 f2 plus 1 bölünsün 3. Problem burasındadır ki, biz f2-ni də bilmirik. Gəlin onda f2-ni tapmağa çalışaq. Onda x ilə 2 qoyacaq, eləmi biz? Olacaq 3 və x ilə 2 qoymuşuq. 2 minus 1 neçədir? 1. Olacaq f1 plus 1 bölünsün 3. Problem burasındadır ki, biz f1-i də bilmirik. Onda gəlin f1-i tapaq. f1 deyərkən x yerinə 1 qoyduq. 1 çıxılsa 1 olacaq 0. Onda 3 f0 plus 1 bölünsün 3. Bundan danışa bilərik. Niyə? Çünki sağ olsun bizə f0-ın qiymətini verilmişdir. f0 0-a bərabərdir. Onda 3 vuraq 0 plus 1 bölünsün 3. Beləliklə tapdıq ki, f1-in qiyməti neçədir? 3-də 1. f1-i tapdıqsa, qalxaq yuxarıda f2-ni tapaq onda. Axı f2 də 3f1 plus 1 bölünsün 3-dür. 3 vurulsun, yəni 3-də 1 plus 1 bölünsün 3. Deyəsən 3-də 2-dir, eləmi? f2-ni tapdıq. f2-ni tapdıqsa, bir də yuxarı çıxaq, f3-ü tapaq. Olacaq 3 vurulsun f2, yəni 3-də 2 plus 1 bölünsün 3. Cavab olacaq 3 bölünsün 3, yəni 1. Maraqlı sual deyildi. Bəli. Maraqlıdır müəllim. Biraz fərqli bir sualdır, maraqlı sualdır. Mahiyyətlə anlamaq əsasında. İkinci sualda nə etmək olar? Mən C variantı yazmışam buna. Təbii ki, bir mənfi birdən başqa bütün qiymətlər ödəyir. Cavab olacaq C bəndi. Sual 14. Ayşə məni çox narahat elədi. Qoyun bir dənə Ayşədən məlumat tutum. Aha, 14-ə baxırıq, eləmi? Bu 2 mən burada yazdım. Baxın, funksiya f mənfi kök altında 2005 bərabərdir. F kök altında 2005. Bu şərti verməklə bizə nə demək istəyir? Kim deyir? Cüt funksiyadır. Cüt funksiyadır. Ay, yaxşı. Funksiyanın cüt funksiya olduğunu deyir bizə. Və davam edirik. Olarsa fx bərabərdir 3x kvadratı plus b plus 1 vurulsun x plus 3 olduğunu bilərək deyir b-ni tapın. Fx funksiyası nəcür funksiyadır? Cüt funksiya.
Və fx funksiyasının 3 dənə tərkib hissəsi var. 3x kvadratı, b plus 1x və plus neçə? 3. Bu 3 dənə həddən birinci hədd cüt funksiyadır, 3x kvadratı. Üçüncü hədd cüt funksiyadır. Yadınızda qalsın, hər bir sabit hədd özü cüt funksiyadır. Amma B1, daha sonra B plus 1 vuraq x, bax bu tək funksiyadır. Bu funksiya hal-hazırda nə təkdir, nə də cüt. Çünki təşkil olunub tək və cüt funksiyaların cəmindən. Amma şərtdə deyir ki, funksiya cüt funksiyadır. Yəni mənfi qiyməti bərabərdir müsbətinə. Onda bu funksiya cüt funksiyadırsa, bu tək isə getməlidir. Getməsi üçün b plus 1 sıfıra bərabər olmalıdır. Yəni b neçə olmalıdır? Mənfi 1. Bu qədər. Yəni b mənfi 1 imiş. Və bir daha qayıdıram. Y bərabərdir 7. Hər bir sabit funksiya nə cür funksiyadır? Nə cür funksiyadır? Cüt. Cüt funksiyadır. Cüt. Nə üçün cüt funksiyadır? Çünki dəyişmir, sabitdir. Mənfi verəndə müsbət qiymət alır. Ay sağ ol. Y bərabərdir 7 qiymət funksiya o deməkdir ki, y-in 7-sindən keçən düz xətt. Bütün hallarda eyni qalır. Sən x-ə 5 də versən, 5, y 7-dir. X-ə mənfi 5 də versən, 5. Daha sonra mənfi 5, 7-dir. Görürsən, cüt funksiya oldu. Və həm də bunu qatlasan, y ona görə nə olacaq? Simmetrik olacaq. Ona görə cüt funksiyadır. 16-cı sual. Bax, bu qəşəng sualdır. 16-cı sual, bunu informatika oxuyan birinci qrup uşaqlar çox gözəl bilirlər. Şərt operatoru deyirik biz. Sualda nə görürsünüz? Kim işləyib bu sualı? Mən 15 qaldı. Doğrudan. Yazaq qaydara. Duyğu, sual işləməm sənin üçün. Xeyr, işləməmiş. Aha. Baxın, deyir ki, f3-ü tapın. Bu mürəkkəb funksiyadır. Birinci tapacağım f3-ün qiyməti, sonra həmin qiyməti bir diqqətlə qoyacağım f-in yerinə. Gəlin hesablayaq. Əvvəl tapıram nəyi? F3-ü. Bax, bizdə 2 dənə funksiya verir. X kvadratı minus 4. Bunu o zaman istifadə edəcəksən ki, x-in qiyməti 3 ilə 5-in aralığında yerləşir. Görürsən, 3 daxil. 3x minus 1. Bu funksiyadan o zaman istifadə edəcəksən ki, sənin verdiyin x-in qiyməti 5-dən böyük və ona bərabər olmalıdır. Bir də deyirəm. X-in qiyməti 3-5 aralığındadırsa, birinci ifadədə hesablamalısan. X-in qiyməti 5-dən böyüksə, ikincidə hesablamalısan. İndi sənə deyib ki, f3-ü hesabla. Əvvəl gəlin hesablayaq f3-ü. İndi f3 deyəndə sən bunu birinci yoxsa ikincidə hesablamalısan. Birincidə. Birincidə. Axı x-in qiyməti 3-5 aralığında olsa, sən ikinciyə qoya bilməzsən. Çünki ikindəki x-in qiymətlər çoxluğuna baxsan, 5-dən böyük olmalı. Birincidə qoyuruq. Bərabərdir. 3-ün kvadratı minus 4 olacaq 5. Aha. Demək ki, bax, bu şeyin qiyməti 5-dir. İndi hesablayıram f5-i. İndi f5-i birinci yoxsa ikinciyə qoyacaq. İkinci. Bəli, çünki artıq x qiyməti 5 ondan böyükdür. Olacaq 3 vurulsun 5 minus 1 olacaq 14. Oldu mu? Bax, sənin bu sualın topluluqda yoxdur, çox təəssüflü. İstifadə edək sual 15-dən. Bu sualın toplu çox təəssüflü qaçır bu suallardan. Bu sualları, ümumiyyətlə, yeni suallar üzərində son zamanlar işləyir. Aha. Demək, fx minus 3, hx minus 4-ə bərabərdir.
fx funksiyasının tərs funksiyasını tapın. Sən əvvəlcə fx-in özünü tapacaqsın. İndi sən burada x-ə elə qiymət verməlisən ki, x-3-ün qiyməti x olsun. Onda biz x-in yerinə x plus 3 qoyaq. Gördünüz mü? Biz x-in yerinə x plus 3 verək ki, 3-dən 3x islah olunsun ki, fx qalsın. Bir də deyirik, buradakı x-in yerinə nə yazacağıq? X plus 3. Bu 3-ə mənfi kesin fx qalsın. Bərabərdir. İndi biz funksiyada x-in yerinə neçə qoyduq? X plus 3. 3 vuraq x plus 3 minus 4. Beləliklə, fx funksiyası sadələşdirsək olacaq 3x plus 5. Yəni, belə deyək də, y bərabərdir 3x plus 5. İndi deyək ki, bu funksiyanın tərsini tap. Tərsini taparkən harada x var, y, harada y var, x ilə əvəz edəcəyik. 3y bərabərdir x minus 5, y də bərabərdir 3x minus 5 bölünsün 3. Oldu mu logo? Bəli. Sual 17. On 17'ni işləmişsiniz. Bu çox yaxın sualdır. Sağ ol Nuray. Bu doğrudan yaxın sualdır. 2x minus 2 4x minus 4'ə bərabərdir. Jx plus 1 isə x minus 1'ə bərabərdir. F Jx-i deyir tapın. Əvvəlcə sən Jx-i təyin etmək üçün J-də x-in yerinə x minus 1 qoyacaqsan. Bu x-in yerinə nə qoyacaqsan? X minus 1. Mənfi 1-dən 1 islah olunsun Jx yaransın. İndi x-in yerinə x minus 1'i qoyaq. X minus 1 minus 1 oldu x minus 2. Deməli, Jx dediyin şey nəyə bərabərdir? X minus 2'yə. Gətirib onu qoyacaq f-in yerinə. Amma f-dəki ifadə 2x minus 2'dir. Nə edək biz? O 4x çıx 4-dən 2-ni ortaq vuruq çıxartdım. Qaldı 2x çıx 2. Ona da bir dənə x dedim. Fx bərabərdir 2x-ə. Bax, biz Jx-i tapdıq. Jx neçədir? X minus 2. Düzdür? İndi bizə deyir ki, J-nin qiyməti gətir qoy bunun yerinə. J-nin qiyməti isə x minus 2'dir. İndi sən buradan 2'yə vurur kimi çatırsan, eləmi? Amma argumentdən yanaşmalıyıq. Necə yanaşa bilərik? Düşünün görək. Biz Jx-i təyin edik. Jx tapmaq üçün x-in yerinə x minus 1 qoyduq. Jx-in ifadəsi bərabər oldu x minus 2'yə. İndi f Jx-i tapmalıyıq. Bu 4x çıx 4-də x-in yerinə x çıx 2 qoyaq. Elə. Bilmirəm. Bax, sən bura elə bir ifadə verməlisən ki, x minus 2, 2x minus 2'ni ala biləsən. Bax, x minus 2'ni elə təqdim etməlisən ki, burada 2x minus 2 alasan. Nə qoyacaq bunun yerinə? X minus 2 alaq. Bax, f 2x minus 2 ilə verilibmi? Sən 2x minus 2'nin yerinə elə bir ifadə qoymalısan ki, x minus 2 alasan. Mən aydın edirdim, yoxsa yox? Buradakı x var, ha, bax, x1 deyirəm. Bu x1'in yerinə elə bir qiymət qoymalısan ki, x minus 2 versin sənə. Ax, sən
f x minus 2-ni tapmaq istəyirsən, 2x minus 2-də x-in yerinə elə qiymət qoymalısan ki, sağ x minus 2 versin. Nə qoymalısan? Gəl x1-i tapaq. Yəni 2x minus 2-in x minus 2-yə bərabər olmalıdır. 2x1 bərabərdir. Keçsə bu tərəfə olacaq necə? Keçək olar x eləmi? Onda x1 bərabərdir, x bölünsün 2. Demək ki, sən burada x-in yerə nə verməlisən? X bölünsün 2 qoymalısan. Həqiqətən də funksiyada x-in yerinə x bölə 2 qoysan, baxarsan mı 2 ilə 2 ixtisar gedər, qalar x minus 2. Yaranmaz? Bəli. Demək, sən bu funksiyada x-in yerinə qoyacaqsan, nə? X bölünsün 2. Minus nə var burada? 4. Bax, burada x-in yerinə nə qoyacaqsan sən? X bölünsün 2. Orada 2-lər ixtisar gedər, qalar 2x minus 4. On 18-ci sual. Buyurun, 18. Sual 18-ə baxırsa, yenə bizə funksiyanı verib. X minus 3-ün kvadratı, x kvadratı plus 2x minus 3 deyir. Funksiyanın təyin oblasını tapın. Funksiyanın təyin oblasını x-ə verə biləcəyimiz İlk öncə x minus 3-ün kvadratı bölünsün x kvadratı plus 2x minus 3. Sıfırdan böyük və ya ona bərabər olmalıdır. Və eyni zamanda x kvadratı plus 2x minus 3 fərqli olmalıdır sıfırdan. Burada x nə mənfi 3 ola bilməz, x nə də ki 1 ola bilməz. Hansı köylərin cəmi mənfi 3 və 1 daxil. Bu bir şərt. Bu ifadə sıfırdan böyük və ya bərabər olmalı. Tapacaq ifadəni sıfıra çevirən qiymətləri. Bərabərsi həll etsək, köylərin biri mənfi 3-dür, biri 1-dir, bir də neçədir? 3-dür. 3 ola bilər, amma digər ola bilməz. Burada mənfidir, olacaq mənfi, müsbət, müsbət. Məncə düzəlsə bir olmalıdır. Aha. İndi bizə lazımdır bunun müsbət qiymətləri. Olacaq mənfi sonsuzluqdan mənfi 3-ə qədər ola bilməz. Onun məxrəci 0 olar. Bir də birləşir, birdən müsbət sonsuzluğa qədər. 3 ola bilər. Qiymət 0 ola bilər. Cavab olacaq burada C bəndi. 19-cu sual. Maraqlı amma asan sualdır. Sual 19-dan. Bax. Funksiyanı verib. Funksiya 3-cü dərəcədən x plus 6-dır. Deyir, fx kubu böyük bərabər 0 bərabərsizliğini həll elə. Yəni, sən burada dəyişənin yerinə, x-in yerinə x-in kubunu qoyacaqsan. Olacaq 3-cü dərəcədən x-in kubu, x-in yerinə baxın, x-in kubunu qoyun. Plus 6 böyük bərabər 0. Gedir, x plus 6 böyük bərabər 0. X böyük bərabər mənfi 6. Yəni, mənfi 6-dan müsbət sonsuzluğa qədər. Bu qədər. Sual 20. Bayaq buna biz danışdıq. Cavabda nə almışsınız? E variantı. D. Burada A-nın qiyməti nədir? Mənfidir. C-nin qiyməti Mənfidir, mənfi. mənfidir. X0-da mənfi B bölünsün 2A. Bu da mənfidir. A mənfidir, onda B müsbətdir. Yox, bilirsən, B də mənfidir. Şərtdənsin deyim. Hansı doğrudur burada? Cavab E bəndi. A mənfi, B mənfi, yenə cəm olur təbii ki, mənfi. Sual 1. Birinci sualda deyir, nə zaman funksiyanın qrafikləri kəsişmir? Əgər funksiyanın qrafikləri kəsişirsə, x kvadratı plus 3x plus 2a x plus 1-ə bərabər olmalıdır. Kəsişirsə. Axı, ikisini dərs baxmışdıq, funksiyanın kəsişmə nöqtəsində x x-ə bərabər, y y-ə bərabər. Yəni, bunun y-ə bərabər olmalıdır. Yığsaq bir tərəfə olacaq x kvadratı
plus 2x plus 2a minus 1 bərabərdir 0. Bu şərt ödənməməsi üçün, yəni ifadənin 0 olub deyə kəsişməsin. Bu hal baş verməməsi üçün, yəni ifadənin 0-a bərabər olmaması üçün, 0-dan fərqli olması üçün bunun diskriminantı nə olmalıdır? 0-dan kiçik olmalıdır. O zaman diskriminant bərabərdir b-nin kvadratı, yəni 4, minus 4 vurulsun a vurulsun c, 2a minus 1, kiçiklə 0. Olacaq 4 vurulsun 2a minus 1 böyükdür 4-dən, 2a minus 1 böyükdür daha sonra 1-dən, 2a böyükdür 2-dən, a da böyükdür 1-dən. 1-dən hara qədər? Müsbət sonsuzluğa qədər. Yenirəm. Kəsişməməsi üçün bunların qiymətləri bir-birinə bərabər olmamalıdır. Yığdıq bir tərəfə, qaldı 0. Demək 0 olmamalıdır. İfadənin 0-a bərabər olunması üçün kvadrat tənin həlli olmamalıdır ki, 0 olmasın. Nə zaman 0 olmur? Həqiqi həlli olmayanda, yəni diskriminant mənfi olanda. Sual 2. Təyin oblasti. Yəni sadə bir sual. Cavabda nə almışsınız? E variantı. Düzdür. Sual 3. Rahat bir sual. Cavabda nə almışsınız? C. 3'ü qoy hesablayacağıq. Sual 4. Baxın. Bu sual haqqında biz danışmışdıq. mx kvadratı 1 plus mx plus 5. Deyir, funksiya üçün x sıfırdan böyükdür. Həmişə doğru olsun. Bu ifadənin hər zaman sıfırdan böyük olması üçün ayl olmalı. Əvvəla x kvadratın əmsalı sıfırdan böyük olmalıdır. Niyə? Parabolanın qolları yuxarı yönəlsin. İkinci, diskriminant sıfırdan kiçik olmalıdır. Nə üçün? X soxundan yuxarıda qalsın. Xatırlayırsınız bunu? Bəli, müəllim. Əvvəla m sıfırdan böyük olmalıdır. Bu heç. Eyni zamanda diskriminant da sıfırdan kiçik olmalıdır. Bunun diskriminantı da olacaq m plus 1'in kvadratı minus 4 vurulsun m vurulsun 5 eşittir 0. M kvadratı plus 2m plus 1 minus 4m minus neydi? Bıraktı. Minus 20 neden? Sıfırdan. M kvadratı minus 18m plus 1 eşit neden? Sıfırdan. Düz mü yazdık? B kvadratı minus 4 a c. Aha. Bizə nə istəyir? M-in hansı ən kiçik qiymətində? İndi həll edək bunu. Tabaq ifadənin sıfıra çevirən qiymətləri. Cavabı irrasional veribdir. M1 2 bərabərdir. Mənfi B, yəni neçə? 18. Plus minus kök altında D. Bu ifadənin özünün diskriminantı nədir? Yazaq üzərində elə. D bərabərdir. 18'in kvadratı çıxılsın 4 vurulsun 1. Elə vurulsun 1. 18'in kvadratı 3 24 verirlər mi? Bəli. Olacaq 320. Plus 320 plus bölünsün 2. M1 olacaq 18 plus 320'də bizim üçün 4 vurulsun neçə edər? 80 edir, elə mi? Bəli, müəllim. 4'dən 2 çıxar. 2 kök altında 80 bölü 2. M2 də bərabərdir. 18 minus 2 kök altında 80 bölünsün 2. Niyə bunu yazdım belə? Bunun hamısını 2 yığsa deyək, qalar 9 plus kök altında 80. O birisi olacaq 9 minus kök altında 80. Gör sual necə var bilərəkdən. Biz axtarıq bu ifadənin mənfi qiymətlərini. Bax, görürsünüz. Ənə doxunda qiymətlər yazırıq. Təbii ki, 9 minus kök altında 80 bura düşür. 9 götürün, biraz bu tərəfə düşür.
İşarənin təyin 10-dan böyük qiymət qoysaq, yoxdansa 20-dən böyük qiymət qoysaq nə olacaq? Müsbət olar. 0 qoysaq yenə müsbətdir. Yəqin ki, bu ifadə mənfi edir, eləmi? Bu da müsbət daha. Nasıl mənfi midir? Bu mənfidir. Aha. Təbii ki, mənfi olmalıdır. İndi baxın, biz axtarıq cavabı nəyin? 0-dan kiçik qiymətlərin harada mənfi olubdur? 9 minus kök altı 80-dən 9 minus kök altı 80-ə qədər. İndi də deyir ki, m-in ən kiçik tam qiymətində 9 minus kök altı 80 təxminən neçədir? 0 tam neçə? Düzdürmü? Dən başlayır. Təxminən 17 tam neçəyə qədər? Bunların içində m-in ən kiçik qiyməti neçədir? 1. Bir də qayda sual gözdən keçirir. Olar? Baxın, bizə funksiyanı vermişdir. Maraqlı sual. 4-cü sualı. Deyir ki, m-in hansı ən kiçik qiymətində bu ifadə həmişə 0-dan böyükdür. Həmişə 0-dan böyük olması üçün ilk öncə m olmalıdır müsbət. Qollar yuxarı yönəlsin. Və diskriminant da olmalıdır mənfi. Diskriminant mənfi olan, parabolanın qolları yuxarıda qalır. X oxuna yuxarıda yerləşir. Həmişə müsbət qiymət alır. Demək, m 0-dan böyükdür, heç buna baxacaq və diskriminantı da mənfi olmalı. Onda tapıram, bu 3 hədinin diskriminantı. Diskriminantı da tapmaq üçün nə olacaq? B kvadrat çıxılsın 4AC. Baxın burada. Aldı bir dənə sadələşdirəndən sonra B1 bərabərsizlik. Deməli, tapmalıyam bu ifadənin 0-dan kiçiləyən qiymətləri, mənfiləyən qiymətləri. İndi bu bərabərsizliyi həll etmək üçün tapdım bu bərabərsizliyi 0-a çevirən qiymətləri, köhnəli. 9 minus kök altında 80, 9 minus kök altında 80. 9 minus kök altında 80 təxminən 0 tam neçə eləyir? Bu da təxminən 17 tam neçə eləyir? Olacaq müsbət, mənfi, müsbət. Bizə mənfilər lazımdır. Cavab olacaq 0 tam neçədən? 17 tam neçəyə qədər? Ən kiçik qiymət olacaq 1. Nuray, yenə aydın olmadı? Oldu müəllim. İnşallah. Gələlim. Sual baxırıq. O, darsa 5-ci suala. Düzdür? 5-ə. Deyir, y bərabərdir 4 minus x kvadratı funksiyası ilə y bərabərdir x-in kəsişmə nöqtəsi var. Bax, funksiyanın qrafikləri, məsələn, bu funksiyalar kəsişirlər. Kəsişirlərsə, kəsişmə nöqtəsinin x-i və y-i. X və y nöqtəsi. Bu x, y nöqtəsi həm bu funksiyaya aiddir və həm də bu funksiyaya aiddir. Demək, funksiyalar kəsişirlərsə, onların kəsişmə yerlərini apsisinə bərabərdir, ordinatı da ordinatına. Yəni, kəsişirlərsə, birincinin y-i 4 minus x kvadratı, ikincinin y-i, yəni oldu x-ə bərabərdir. Həll eləsə, bir dəfə 4 minus x kvadratı bərabərdir x, 4 minus x kvadratı mənfi x. Kvadrat tənlikdir, 2 dənə həll bunun içərisində olacaq, 2 dənə də həll bunun içərisində olacaq. X üçün x-dir. 4 dənə nöqtə bunlar nə edirlər? Kəsişərlər. 6-cı sual və sonuncu sual. Fx funksiyası 2-1 x minus 1-dir. Sə f, j, x-in qiyməti 3x plus deyir 4-dür. J-x'i tap. Qardaş, j-x'in qiyməti nəymişsə, gətirib burada x-in yerinə qoyanda 3x plus 4 alınır. F-in yerinə qoyanda. 2-də 1 vurulsun, f-də x-in yerinə qoyacaq j-x'i. Minus 1 bərabərdir 3x plus 4 verir. Bir də baxaq. Deyir ki, j-ni gətirib f-in yerinə qoyanda 3x plus 4 alınır. J neçəymiş ki? Hər tərəfini 2-yə vuracaq. Jx minus 1 bərabərdir 6x plus 8. Jx bərabərdir 6x plus 9. B bəndi. Aydın olmadı.
Aydındır müəllim. Ümid edirəm ki, funksiya mövzusu haqqında sizdə müəyyən qədər bir fikir formalaşdıra bildik. Ya da yox. Birincidir yoxsa ikincidir? Birinci. Ümid edək. Baxın, nə edəcəyik biz? Uşaqlar, funksiya və qrafiklər anlayışın yaxşı təhlil edin. Özünüz üçün işləyin. Qaydalara baxın. Biz istiqamət veririk. Nəticə, uğur şagirdin yuxusuz gecələri onun zəhmətidir. Yəni, eyni dərsi eyni qrupda keçirsən 600 plus nəticədə olur, 300-də olur, 200-də olur və s. Allah hər birinizin zehni açıqlığı versin. Dərsin qeydini qrupa atacağım.